Məncə artıq bu mövzunun kökündən bağlayaq. Bu strategiya, yeni bir model, bunun modeli. Orta səviyyəli trader tanıyıram. Orta səviyyəli strategiyada sırf risk idarəçiliyi və düzgün formalaşdırdığı üçün öz mental düşüncəsini bugün nəticə əldə edir. Və bizlər isə bu düşüncədə olmamalıyıq. O düşüncədir ki, məndə nəsə çatmır, yeni bilgilər öyrənim, dərinliklə daha da çox da getməliyəm. Bu düşüncə kökündən əslində yanlışdır. Çünki bugün siz nə yeni bilgilərə açıq olanda, nə də bazarda daha çox çalışanda nəticə əldə edə bilirsiniz. Yəni əslində bu sahədə az vaxt keçirtmək uğur qaldırır və bu onu digər sahələrdən fərqləndirir. Və çox məndə nəsə çatmır düşüncəsi və yeni bilgilərə axış edib daimi yeni nələrsə öyrətmək və strategiyadan strategiyaya keçmək bu əslində uğuru aşağı salmış olur. Və desək ki, biz özümüz əslində necə edirik? Bizim təbii ki, daha yüksək model üstündən gedirik ki, bizim psixologiyamız da rahat olsun və həqiqətən də belədir. Model yüksək ehtimallı bir model oldusa, bu artıq sizin psixologiyanızı da düzgün formalaşdırır.